Heç özünə mən niyə belə edirəm deyə sual vermisən? Çünki etdiyin bir çox davranış əslində problem yox, beynin işləmə tərzidir. Psixologiya buna tamam başqa cür baxır. 1. Öz-özünə danışmaq. Məsələn, bəzən tək olanda öz-özünə danışdığını hiss edirsən. Kənardan baxan biri bunu qəribə saya bilər. Amma psixologiyada bu şifahi düşünmə adlanır. Beyin fikirləri səsə çevirəndə fokus artır. Problemlər daha tez həll olunur. Yəni, niyə belə edirəm sualının ilk cavabı budur. Çünki beynin daha effektiv işləyir. 2. Hər şeyi çox düşünmək. Eyni sualı burada verirsən. Niyə hər şeyi bu qədər düşünürəm? Zəkalı beyinlər səthi cavabla kifayətlənmir. Onlar ehtimalları yoxlayır, nəticələri əvvəlcədən görməyə çalışır. Çöldən bu tərəddüd kimi görünür. Amma əslində bu, dərin analiz prosesidir. 3. Tək qalmağı sevmək. Bəzən də düşünürsən, niyə tək qalmaq istəyirəm? Bu, insanlardan qaçmaq deyil. Bu, beynin səs-küydən çıxıb özünü toparlama ehtiyacıdır. Təklik yaradıcılığı, diqqəti və zehni aydınlığı artırır. Əgər bu davranışlardan özündə varsa, deməli sən qəribə deyilsən. Sadəcə beynin fərqli işləyir.